Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Qeyd edim ki, bir neçə gün olar, yəni az bir müddətdə biz Göyçayın Çərəkə kənd ərazisində yerləşən, bağ massivine gələn 10 minlik xəttə, yəni qəzanın olması ilə qədər çəkiliş etmişdik. Yəni xəttlərin aşağı sallanması və böyük bir təhlükənin yaranması ilə qədər çəkiliş etmişdik. Və bu günlərim artıq qeyd edim ki, həmin məsələ öz həllini tapdı və adi qurumlar bu işlə məşğul oldu və tez bir vaxtda həmin xətt artıq daramlaşdırıldı. Elektrik xətti artıq təhlükə aradan qaldırıldı. Bir daha mən təşəkkürümü bildirirəm ki, doğrudan da bax, məlumat verilən kimi, ondan sonra xəbər verilən kimi dərhal, bəli, bax, məsuliyyətli olan adi qurumlar dərhal hərəkətə keçir və bu məsələni aradan qaldırır, yəni problemi aradan qaldırır. Mən indi çəkib onu sizə təqdim edirəm. Bəli, gördüyünüz kimi, bax, burada biz çəkiliş etmişdik. Bir neçə gün olar ki, bax, burada böyük bir 10 minlik xəttin insan həyatı üçün bir təhlükə olmasını, yəni burada hətta kanalların qazmasına da mane olurdu. Bu xətt aşağı sallanmışdı. Gördüyünüz kimi, artıq daramlaşdırılıb və hündürlüyə qaldırılıbdır. Artıq təhlükə aradan qaldırılıbdır. Biz də ictimai nəzarət olaraq belə işləri araşdırırıq, baxırıq və dərhal adi qurumlara məlumat veririk. Ola bilsin, adi qurumların bu işdən xəbəri olmur, bilmir. Yəni, çünki adi qurumlar, idarələr bütün yerlərə baxa bilmirlər, nəzarətə çatıra bilmirlər. Amma ictimai nəzarət, bəli, yerlərdə olur. Hər bir kənddə, qəsəbədə, şəhərdə, hər yerdə ictimai nəzarət öz xidmətini göstərir. Çünki cənab prezidentimiz İlham Əliyevin çağırışına qoşularaq biz xidmət göstəririk yerlərdə. Olan negativ halları araşdırıb dərhal adi qurumları bu barədə məlumatlandırırıq. Bəli, çox sağ olsunlar ki, məsələ artıq öz həllini tapdı, problem aradan qaldırıldı, qəza aradan qaldırıldı. Çox sağ olsun adi qurumlar, minnətdarımı bildirəm bir də əziyyəti keçən hər bir kəsə burada monitorundan tutmuş, yəni hər birinə təşəkkürümü bildirəm ki, bu məsələ artıq həllini tapmışdır. Həmişə məmurlarımız, bəli, bax belə xalqa xidmət göstərməlidir. Cənab prezidentimizin göstərişi, tapşırığı budur. Eşq olsun, işini vaxtında daima yüksək səviyyədə həyata keçirən bizim dövlət məmurlarına. Hər birinə eşq olsun. Minnətdarımı bildirəm bir daha.